Bir ananın iki oğlu olur. Bir oğul çox namaz qılan imiş, o birisi də vacibi namazların qılarmış. Ana xəstələnir, yaşlaşır, yaşlı dövrünə düşəndə deyir, oğlum, övladlarım, məni bir gecə siz baxın, ola bilər vəfasız dünyada öləm. Hər bir gün oğul növbədə olur. Bir gün bir qardaş, bir gün digər qardaş. Təsəvvür eləyin, o ibadət eləyən, çox namaz qılan qardaşı var idi. Hər gecə qardaşına deyirdi ki, mən sənə pul da verəcəm. Mənim bu gecə nafilə namazlarım var, müstəhəb namazlarım var, qılım. Anama sən bax, baş üstə qardaş. Yenə də həmin o namaz qılan qardaşın növbəsinə gələndə qardaşım, mən istəyirəm nafilə namazları qılam. Anama sən bax, bir gün gecənin bir vaxtında o çox namaz qılan, nafilə namaz qılan həmən oğlanın yuxu tutur, həmən o oğlanı, gənci yuxu tutur. Yuxuda Allah ona ilham eləyir. Deyir ki, sənin qardaşımın günahlarını bağışladım. İndi bu nafilə namazı qılan ki, yatıb deyir ki, ilahi, mən bu qədər namaz qılıram, bu qədər ibadət edirəm, mənim qardaşımın günahlarını bağışladın, bəs mənim dedi, qardaşıma görə də səni bağışladım. Qardaşıma görə səni bağışladım. Allahım, bu nə zülümdür, necə ola bilər ki, sən mənim qardaşıma görə məni bağışladın? Çünki dedi, Allah Teala buyurdu yuxu aləmində, ey gənc, sənin qıldığın namazların müstəhəb namazdır, vacibi namaz deyil, amma vacib aniyə xidmətdir. Sənin qardaşın o vacibə əməl elədi, sən müstəhəbbə, səni də Allah ona görə bağışladı.